Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bugün sizlərə şəxsi yaşam məqsədi üçün inşa edilən 4 sotdan artıq torpaq sahəsində kubçalı, 5 otaqlı, çox gözəl bağı bağçası olan bir həyət evini sizə təqdim edirəm. Dəyərli izləyicilərimiz, həyət evi ümumilikdə 2 hissədən maşın üçün ayrılmış tam daş ilə üzlənmiş hardasa 3 maşınlıq hissə, burada isə bağ hissəsidir. Həyətində sanitar qovşağı, su bulağı mövcuddur. Keçək, ilk öncə mən sizə həyət yanı sahəsini təqdim edeyim. Evin dörd bir yanına keçmək mümkündür. Həyətində də maşallah olsun, nə ağacı istəsəz var. Gülü, çiçəyi, ağacı, keşniti, şüydü, göyərtisi, hər bir yaşıllığa aid bütün ünsürlərdən istifadə olunub. Burada hündür zirzəmidir dəyərli izləyicilərimiz. Qapısı bağlıdır. Masazırda 6 nömrəli məktəbin düz arxasında. Yəni məktəblə arası hardasa 50 metrdir. Yaxınlığında marşrut xətti, məktəbdir, marketdir, supermarketdir, dayanacaq, yəni hər bir şəraiti var. Həyətdəki maşallah olsun, çox gözəl bir həyət yanı sahəsi var. Yəni əsl həyət evidir, bir sözlə belə desək, 4 sotdadır, 4 sotdan artıqdır. 5 otaqlı, kubçalı bir evdir. Yer olaraq hündür quru, rütubətsiz, təmiz havalı, çox gözəl bir ərazidə yerləşir. Keçək evin daxili hissəsi ilə tanış olaq dəyərli izləyicilər. Buradan da qeyd edeyim ki, evin belə bir böyük eyvan hissəsi var ki, teras kimi də istifadə edə bilərsiniz. Hər iki tərəfdən evin yanına arxasına keçmək mümkündür. Dəyərli izləyicilərimiz, evə daxil olduqda, baxın, burada belə bir xol kimi düzəldilir. Paltar ayaqqabı şkafı üçün şəxsi tikili evdir. Yəni qapısından tutmuş, aboyuna, laminatına kimi, mebellərinə kimi hamısı yəni keyfiyyətli avadanlıqlardan istifadə olunub. Giriş isə baxın belədir. Geniş koridor, otaq bölgüsü koridor vasitəsilədir. Koridorun baş hissəsində yerləşir belə bir gözəl mətbəx otağı. Yəni keyfiyyətli mətbəx mebeli yığılıb. Bütün otaqların hamısı genişdir. İstilik sistemi kombi vasitəsilədir. Döşəməyə vurulan laminat, yəni parketə bənzər bahalı laminatdır. Burada isə geniş bir sanuzel yerləşir. Sanuzeli doğrudan da çox böyükdür və belə bir geniş qonaq otağı vardır ki, qonaq otağının qapısı arkodur. Maşallah olsun, qonaq otağı da çox böyükdür. Sula boydan istifadə olunub. Tavanda fiqurlar yığılıb, dekorlarla bəzədilib, spotlar yığılıb. Çox böyük, 3 işıq düşən, həyətinə baxan pəncərəsi olan böyük bir qonaq otağıdır. Qiymət 155.000 manatdır. Sənədi kubçadır. 5 otaqdan ibarətdir. Qalxaq 2-ci mərtəbəyə. Dəyərli izləyicilərimiz, 2-ci mərtəbəyə qalxan pilləkənları fıstıqdandır. 2-ci mərtəbədə də baxın belə bir ümumi görünüş. 4 yataq otağı var və qapıları da gördüyünüz kimi keyfiyyətli, hündür, yəni bahalı qapılardır. Digər qapılarla müqayisə olunmayacaq qədər bahadır. Bu hissədə evin birinci yataq otağıdır. 2 işıq düşən pəncərəsi vardır ki, öz həyətinə baxır. Əsl şəxsi evdir, bağı, bağçası, yəni yer olaraq da çox yaxşı bir ərazidə yerləşir. İkinci böyük yataq otağı. Bu da üçüncü böyük yataq otağı. Və sonuncu yataq otağımızdır dəyərli izləyicilər. Uşaq otağıdır. Kiçik otaq. Sənədi kubçadır, buyurub zəng edib maraqlana bilərsiniz. Sağ olun.